Şübhəsiz birinci üç günün şoku çox ağır oldu və əslində ortaya çıxan mənzərə ondan ibarət oldu ki, İran heç də İsrailin bu hücumlarına hazır olmayıb. Bunu doğrudur, müəyyən bəhanələrlə izah etmək olar, amma bütün hallarda nəzərə alsaq ki, 46 ildən bəri təhdid etdiyiniz və yer üzündən silməyə çalışdığınız ən azı rəsmi bəyanatlar bundan ibarətdir. Bu dövlətin haçansa cavab tədbirləri həyata keçirəcəyini gözləməliydiniz və keçən ilin aprel ayından əslində bu savaş, necə deyərlər, özü gəl-gəl deyirdi. Nəzər alsaq ki, keçən il aprel ayında qarşılıqlı surətdə, ondan sonra oktyabrda yenə qarşılıqlı surətdə zərbələr endirildi, amma bunlar sanki bugünkü savaşın bir təməli idi, bir ilkin versiyası idi və bir hazırlıq təlimi idi. İsrail görünən odur ki, birinci üç günü çox yüksək səviyyədə, əslində gələcəkdə hərb tarixində yazılacaq bir əməliyyat keçirdi. Ən azı İran hərbi rəhbərliyinin əsas şəxsləri ortadan götürüldü və onların yerinə təyin olunanlar da qısa zamandan sonra aradan götürüldü və sizin indi sadalağınızın 3 şəxs ilə bağlı da artıq aradan keçir 8-ci gün oldu və onlar aradan götürüldü. Yəni İsrailin taktikası burada məlumdur. İsrail əslində ilk zərbələr vurmaqla şok effekti yaradıb, İranı şokda saxlamaqla əməliyyatları davam etdirmək və onları qısa müddətdə düşünürəm ki, bitirməyi planlayırdı. Yəni adətən İsrailin savaşlarına baxdığımızda indi Qəzzədə baş verənlər, Hizbullahla savaş başqa, onlar quru əməliyyatlarıdır. Amma bir də hava əməliyyatları adətən İsrail tərəfindən bu 67-ci ildə də belə olub, 70-ci illərdə də belə olub və ondan sonraki dönəmlərdə də hansısa məhdud çərçivəli əməliyyatlarda qısa müddətli nəzərdə tutulan bir əməliyyatlardan söhbət gedir. Amma görünən odur ki, İsrailin düşündüyü kimi heç də bütün məsələlər getmir. Doğrudur, İsrail hal-hazırda İranın balistik raket potensialının 1/3-dən artığını sıradan çıxardığını deyil, nüvə obyektlərinə zərbələr endirilir. Bundan başqa vacib infrastruktur sahələri hədəfə götürülür. Ən önəmlisi İranın hal-hazırda hava səması demək olar ki, bütünlüklə İsrailin ixtiyarındadır və təşəbbüsü ala bilib. Və hava nəzarəti əslində İsrailə kifayət qədər ciddi üstünlüklər verir. Təsəvvür edin ki, İsrail təyyarələri Tehrana qədər, Məşədə qədər uça bilirlər və ora lazım olan obyektlərə zərbələr endirirlər. Hətta 2 gün öncə İranın Türkmən bölgəsinə belə zərbələr endirildi. Bu da İranın faktiki olaraq İsraildən uzaq əraziləri sayılan ərazilərdir. Şübhəsiz ki, İran 3-cü gündən sonra özünə, deyək o şokdan özünə gəlməyə və cavab zərbələri endirməyə başladı. Əlbəttə ki, düşünürəm ki, bu cavab tədbirləri çoxlar üçün, o cümlədən İsrail üçün də kifayət qədər gözlənilməz bir xarakterdədir. Nəzərə alsaq ki, İsrailin indiyə qədər məşhur dəmir qübbə hava hücumuna müdafiə sistemləri, birisi ki, onların dəqiqlik faizi adətən %90 və üzərində götürülürdü. Və ilk periyodda da bu belə idi. Yəni birinci 3-4 gün ərzində İranın İsrailə atdığı balistik raketlərin təxminən 10% dəmir qübbəni keçə bilmişdi. Söhbət 400-dən artıq atılan raket və hədəfə gedən, daha doğrusu həmən o səddi keçən 40 raketdən söhbət gedir. Doğrudur, ilk dövrlər onlar çox ciddi xəsarət verməsələr də son 3-4 gündə atılan raketlər artıq hipersonik raketlərdir və onların vurulma ehtimalları kifayət qədər azalıb. Artıq bəzi hallarda dəmir günbəzin dəf etmə qabiliyyəti 65%-ə qədər enib. Ki, bu çox ciddi bir rəqəmdir